1980-ci illərin əvvəlində autizm diaqnozu təxminən 2000 uşaqdan birində qoyulurdu. 2022-ci ilə olan son statistikaya əsasən isə bəzi ölkələrdə 36 uşaqdan birinə autizm diaqnozu qoyulur. Bu isə 40 il ərzində təxminən 55 dəfə artım deməkdir. Dünyada hər 8 saniyədə təxminən bir uşaq autizmlə doğulur. Bir saat ərzində təxminən 444 autizmli uşaq, bir gün ərzində isə təxminən 10.656 autizmli uşaq dünyaya gəlir. Bir il ərzində bu rəqəm təxminən 3,9 milyon uşaq təşkil edir. Bugün 30 şagirdli bir sinifdə bir nəfər autizmli uşaq varsa, 2045-ci ilə qədər eyni sinifdə 2-3 autizmli uşaq olacaq. Bu artıq sabah hər bir məktəbə toxunacaq bir reallıqdır. Autizm qorxu yox, anlayış istəyir.